Mən indi elə bir şey edəcəm ki, bəlkə də bundan sonra kruasana münasibətim tamamilə dəyişəcək. Son zamanlar bir video çıxır qarşıma, hardakı sadə kruasanı götürüb və içinə dondurma əlavə edirlər və deyirlər ki, bu inanılmaz dadlıdır. Və qərara gəldim ki, bu eksperimenti sizinlə birlikdə edək. İndi isə bir dənə qaldı ki, kruasanı almaq və təbii ki, dondurmanı. Və bunu alan kimi geri qayıdıram. Axır ki, kruasanı tapdım əziz dostlar. 3-4 dən yerə getmişəm və heç bir yerdə kruasan yox idi sadəsi. Güclə tapdım. İndi isə gəlmişik marketə və biz indi dondurma almalıyıq. Dondurmanı da alaq və başlayaq eksperimentə. Əziz dostlar, artıq hər şey aldıq. Bu kruasan, bu da bizim dondurma. İndi çox uzatmadan başlamaq istəyirəm, çünki özümə də çox maraqlıdır, dadı necə olacaq. Yenə də deyirəm, deyilənə görə dadı inanılmaz dadlıdır. Və gəlin bunu yoxlayaq. İlk növbədə biz kruasanı götürürük. Və məndə qayçı yoxdur deyə mən bunu əlimlə çalışacağım, elə qırım ki, tam qırılmasın. Bu qaydada kruasanı bölürük biraz və bunun içini biz açmalıyıq ki, dondurma yerləşsin. Məncə idealdır. Sizə baxın. İndi isə keçirik dondurmaya. Bu arada Mila firmanın dondurmasını almışam. Çünki çox ucuzdur. Təbii ki, zarafatdır bu. Və mən şokoladlı dondurma aldım. Çünki dəfələrlə videoda qeyd olunub ki, şokoladlı dondurma daha dadlı olur, nəinki digərləri. Və bunu biz bunun içinə yerləşdiririk. Və biz ona elə sıxmalıyıq ki, bu çubuğu çıxsın orada. Bax belə. Əla. Əlimdə biraz batdı. Dostlar, dondurmamız, kruasanlı dondurma artıq hazırdır. Bir də baxa bilərsiniz. Yəni, bu qaydada olur. İndi isə sıra gəldi. Əsas məsələ. Biz bunun dadına baxmalıyıq. Ümid edirəm ki, dadlı olacaq. Yoxlayaq. Bismillah. Hələ dondurma çox soğuk idi. Hələ tam olaraq tamı mənə çatmıyor. Belə bir şey deyəcəyəm dostlar. Həqiqətən bu çox dadlıdır. Tamı gəlir, elə bir ki, bildiyimiz şokoladlı kruasanın dadı. Sadəcə dondurma olduğu üçün biraz sərin və biraz belə də vanil tamı verir dondurma. Məncə əla bir şeydir. Yəni ki, kruasan özü xırt edir və içindəki dondurma şokoladı xırçıldayır. Yəni ki, çox gözəl bir şeydir. Belə bir şey. Məncə bunu dostlar siz də evdə yoxlaya bilərsiniz. Tövsiyə görürəm. Həqiqətən çox dadlıdır. Və mən bunu axıra kimi bitirmək istəyirəm. Ona görə də sizinlə sağollaşıram. Növbəti videolarda görüşərik. Hələlik.